Kərbəlayı, səni salamlayıram. Heydər Əliyev parkından, Xırdalanda, Xırdalanın ürəyindən, möhtəşəm bir yerdən. İndi sənə evi göstərirəm. 87 kvadrat təsəvvür elə, kupçalı ipotekaya yararlı. Görürsən bu binanı? Bax həminki binada. Gədə evimizlə tanış olaq. Çəkirsən hə Kərbəlayı? Elə buranı ancaq belə bu güzgün qabağında dur, bu pəncərənin qabağında dur. Bax elə parka. Hər vaxtınız xeyirli uğurlu olsun. Sizə bir dənə ev göstərirəm. Yəni göstərmirəm də, bu sənət əsərini, bu möhtəşəm bir gözəlliyi sizə təqdim edirəm. Evimiz ipotekaya yararlı. Bax, bu ən əsasdır. İpotekaya yararlı. Xırdalanda Heydər Parkının yanında. Boranı restoranlar şəbəkəsinin düz yanında. Qardaş, möhtəşəm. Otaqlarından balkonlara çıxış. Bir dənə zəhmət olmasa Kərbəlayı balkonu da bir dənə çək. Bax, ürəyin istəyən qardaş, mənzil budur. Başqa heç nə axtarmır. Oradan da təzə bazarı gördün də. Düz təzə bazara baxsan. Evdə gördüyün bütün əşyalar qalır. Bir dənə bu televizora çıxmaq şərti ilə. Bütün əşyalar yerində. Hamısı veriləcək sizə. Gəl. Bax bu sizin bir dənə zəhmət olmasa nəyi göstərim? Bax, görürsüz koridoru, kuxnanı. Qardaş, möhtəşəmliyə söz yoxdur. Aspirator bəzi aspiratorlar var ki, məsələn 5-3 manatlıq ondan deyil. Orijinal Samsung-un aspiratorudur. Kuxna mebeli yerində, paltaryanı, nə bilim, yemək isidicisi, topqası, hamısı yerində. Bir dənə sizə, gəl Kərbəlayı, gəl bir dənə otağa bax. Geniş bir dənə belə bir yataq otağı və otaqdan balkona yenidən bir çıxış. Kondisionerə bax. Bu otaqda da kondisioner var, o da üzərində verilir. Bu öz yerində. Gəl bir dənə Kərbəlayı, gəl bura. Gəl sənə bir dənə koridorda göstərim. Bax, koridorumuz. Hamam sanuzerlərində sizə göstərəcəm. Gəl Kərbəlayı. Bu bizim sanuzerimiz. Gəl. Hamamımızın duş kabininə qədər yerində. Jacuzzi zadə, hamısı da belə normal, yerində. Bax, şkaflar. Hamısı üzərindədir. Yəni bez problem. Bir dənə xaldenika bax sən. Xaldenika möhtəşəmliyini gördün də, şkaf deyil, xaldenika idi. İndi keçək növbəti otağa. Otağı göstərim. Amma ürəyim gəlmir göstərməyə. Gəl bura. Hər şey işləmədir də. Hər şey. Və nəzərinizə çatdırıram ki, hər bir otaqda kondisionerlə təchiz olunub. Evin istilik sistemi kombidir. Yəni ipotekaya yararlı. Evin içində nə görürsənsə, əlvi nəyə qoyursansa, sənindir. O yekə bir dənə televizori çıxmaq şərti ilə. Evimiz ipotekaya yararlı. Qardaş. 80 neçə kvadrat idi Kərbəlayı? 87. 87 kvadrat. Bax, əzizim. Yəni evi ancaq fırlanın. İndi keçək bir dənə məsələni danışaq. Gəl Kərbəlayı, gəl. Uzaqda dayanma. Bax, evin sahibi dostumuzdur. Yəni bunu sizə nəzərinizə çatdırım ki, onun üçün belə rahatam evin içində. Evin sahibi dostumuzdur. Bir dənə kəlmə bizə nə deyir? Dedi bax Kəbli. Bu evi verirəm sizə. Qardaş, 10.000-də indirim eləyirəm. Evin qiymətinə bax bir dənə 148.000 manat. Bugün üçün start qiyməti 148.000 manat. Qardaş, ipotekaya yararlı, kupçası yerində, sənədi yerində. Heydər Parkının yanında, Boranı restoranlar şəbəkəsinin üstü. Qardaş, başqa sənə nə deyim? Nə danışım? Mərtəbəsi də ki, əla. Allah alana da, satana da xeyir eləsin. Və sizin nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, 114 əmlak ancaq sizi fikirləşir. Milyonluq evləri, qardaşım, yarım milyona. Yarım milyonluq evləri, yarım milyonun 1/4-ına. Allah alana da, satana da xeyir eləsin.